Hamıya salamlar qızlar, kanalıma və yeni vloguma çox xoş gəlmişsiniz. Təmizlik vlogum sizlər tərəfindən mənim vloglarım arasında ən çox gözlədiyiniz vloglar siyahısındadır. Qızlar, indi burada bunu danışıram, amma bundan öncə, yəni bayaqlarım biz bazarlıqdan gəlirik. Sadəcə açılışı belə eləmək istədim sizlər. Bazarlıq hissəsində çəkdiyim hissələri sizə göstərəcəm. Daha sonra isə keçəcəyik ev təmizliyinə. Yeni dekorasiyalı spatula. Bunlar çox qəşəng olar. Cookie zad pişirəndə, cookie də yox, şey. Nə deyirlər ona? Nəsə də bildinizsə, həm də cookie pişirəndə mən də elə deyirəm, beynim biraz ac olduğuma görə beynim yaxşı işləmir. Üzrlü sayın. Təmizlik eləyəcəyim üçün belə bir əlcək götürdüm. Bundan 2 manata. Qızlar, bu şokoladı deməli həmişə baldızım mənə Polşadan göndərir. Burada isə kilosu 100 manatdır, 100 manat. Qızlar, süfrədə ancaq bənövşəyi şeylər olacaq. Bu familiya bir dənə verdim də onu da çəkdirəcək. O da bənövşəyi rəngdədir. 3 dənə bənövşəyi şokolad, hələ bir dənə də evdə var bənövşəyi rəngdə şokolad. Keçən vlogda qızlar, bundan da mən açmışam. Lego versiyası super qəhrəmanların. Ay Allah, tırnağıma baxmayın, çalışın. Tırnağımı düzəldəcəm daha doğrusu özüm. Deməli, bundan Superman çıxıb, mən isə orada Spiderman demişəm, biabırçılıq. Qızlar, tez bazar sizə göstərim nələr almışıq. Belə bir mayonez, çünki 2 cür salat eləyəcəm. Banan. Salat üçün düşür, çuğundur, da çıxartmıram onu, sirap, qalcısı. Bunları tamir götürüb. Sonradan gördüm ki bunlar var. Normalda mən belə şeylərin əleyhinəyəm, xoşlamıram. Yəni bu dəqiqə bunlara baxanda ürəyim bulanır, o da verəcəm. Çox nadir halda olar ki, mənim ürəyim belə apur-cuburlar çəkər. Və alaram. Bunu sizə dediyim təmizlik üçün lazımdır mənə. Əvvəl varım idi, amma bura gələndən sonra tapmadım, bilmirəm. Bu qədər qutarı. Sonra indirmə... Nədir belə? Feyri, ay Allah. Qızlar, açılıb bütün dağılıb. Buna keç. Allah bir nə qədəri gedib. Bello dağılıb. Qızlar, bunu yudum, qurutdum. Bütün arxası bello olmuşdu, o qabyon şampun. Feyrinin belə karbonatlı, beyaz sirkəli, yəni ağ sirkə ilə olan bu salfetlərindən götürdüm. Hamamda, nə bilim, tualet, pəncərə, sonra masaları silmək üçün eyni zamanda vaxtda da istifadə olunur. Bəyəndim, 5 manata düşmüşdü. İçində 100 dənədir. Bu da bilməm bizim səhvimizdir, yoxsa onların səhvidir. Bütöv axıb gedib. Nəsə gedim bunu da yum qoyum yerinə. Dedim bunlardır. Buna yaxşı geç bir şey olmayıb. Bundan əvvəl istifadə eləyirdim. Elə indi də evdə var. Sadəcə az qalıb deyə bir dənə stokladım. Çünki endirmə düşmüşdü. Buna geç. Qızlar, yudum onu. İndi sən geç bir tərəfə. Belə bir lavaş almışam. Bu lavaşı almağımın məqsəd qızlar. Şey pişirəcəm. Nə deyirlər ona? Lavaş salatı pişirəcəm. Lavaş salatı deyil. Adını oraya yazaram. Ondan pişirəcəm. Pişirəcəm, yəni hazırlayacağım. Ona görə almışam. Süfrədə məncə qəşəng gördüm. Bunları sizə orada göstərmişdim. Bunu göstərməmişdim. Bunu sonradan famil qoydum. Mən ağ şokolad sevmirəm bu arada. Güya ki oradan yeməyə bir şey alacaqdıq. Bunları içəcəkdik, amma lazım olmadı. Bir yana sarımsaq almışam. Çünki hər dəfə çoxlu sarımsaq alıram, amma xarab olur, istifadə edilmir. Belə bu cür konfetlər almışam. Bu raşenindir. Salat eləyəcəm deyə bir dənə xama. Sonra 10 dənə yumurta. Bu hansı arifamız qoyub bilmirəm. Sonra belə bir konfet. Sonra bu belə bir konfet. Çuğundur salatı üçün qoz. Yenə konfet. Bu konfetdən aldım belə. Lunaya bax orada. Bir də belə qaymaq.
Evə yeni köçəndə, ev təmizliyi eləyəndə bilmirəm niyəsə ağlıma gəlməmişdi ki, bu soyuducunun üstündəki yapışqanları təmizləyim. Familgilin ailəsi bizə qonaq gələcəyi üçün hər şeyə diqqətlə yanaşırdı. Ona görə də gördüm ki, bu yapışqanlar çox gözümə batır. Bunları elə buradan çıxarmaq lazımdır. Yoxa salatı üçün bunları belə qoydum qaynadı. İndi qoymuşam soymağa. İndi isə buraçın üçün, yəni çuğundur salatı üçün lazım olanları qoyacağam bişsin. Famil gördü ki, işlərim çoxdur. Dedi ki, yox, mən qabları yuyaram, sən də salatları hazırla, digər işləri sən gör. Qab yumaq bizim ikimizin də ev işləri üçün də ən zəhləmiz gedən işlərdəndir. Qurtlar Vadisini açıb ki, işini həvəslə görsün. Elə indici videonu editləyirdim ki, bir də gördüm mənə ən sevdiyim bir bildiriş gəldi. Temudan keçən dəfə elədiyim sifarişlər, hansı ki sizə göstərmişdim nələri sifariş edəcəm, həmin sifarişlər artıq gəlir. Instagramdan məni izləmirsinizsə və əgər Instagram profiliniz varsa, mütləq məni izləməyinizi tövsiyə edirəm. Çünki mən yararlandığım, gördüyüm o isti-isti endirim xəbərlərini orada sizlərlə bölüşürəm. İskəndərin adamlarıdır. İndi bu hazırlamağa başladığım yuxa salatını ilk dəfə idi ki, eləyirdim. Amma bir səhvim oldu deyərdim. O səhvdəki Bravo'nun lavaşlarını seçməyimdir. Çünki məni biraz yarı yolda qoydular. Amma sonradan hər şeyi toparladım. Amma qızlar o qədər bərəkətli çıxır. Baxın, görün nə qədər az məhsul gedir içinə. Amma çox bərəkətli salatdır. Deyim ki, sizə 3 gün yedik, xarab olmadı. Yaxşı ki, xarab olmadı, yoxsa ürəyim ağrıyardı. Bunlardan əlavə ən əsası dadı möhtəşəmdir. Döşəti hələ qaynamaqdaydı. Ona görə mən bunları qoydum kənara. Başlayıram təmizlik işlərinə. Daha sonra salata davam edəcəm. Hər şeyi sizlərlə bölüşürəm. Nə sifariş elədim, istəyirəm açıqlanmasını verim, detallı danışım. Gələndə də göstəreyim. Nə bilim, hər şeyi danışmaq istəyirəm sizə. Qızlar, mən Temu sifarişindən sonra özüm üçün Amerikadan Victoria's Secret'in, yəni öz rəsmi saytından çox ucuz və çox qəşəng, yəni ki, best seller olan, çox satılan o məhsullardan aldım. Arada elə bilirəm bu soyuducunun üstündə ləkədir. Famil diri ləkə deyil, onun üstündə klonka var. Düşündüm ki, bunu da qopartmayım, bu qalsın, cızılanda eləyəndə soyuducunu qoruyar. Victoria's Secret-lə bağlı sözüm yarımçıq qaldı, onu davam eləyim. Əslində qızlar, açığını deyim, Victoria's Secret-dən nəsə sifariş eləmək kimi ağlımda belə bir fikir yox idi. Sadəcə mən mütəmadi olaraq, yəni mənim kontentim əsasən onlayn alış-veriş olduğuna görə girirəm, saytlara baxıram, harda nə endirimlər varsa Instagramda story üzərindən izləyicilərlə bölüşürəm. Elə girdim, gördüm ki, bir dənə kampaniya var Victoria's Secret'də, 2 al, 2 ödə. Və qızlar, özümü saxlaya bilmədim. Bunu gördüm. Elə bəhanə gətirdim ki, yeni ildir, özümə hələ hədiyyə almamışam, elə bunu özümə hədiyyə eləyim. Amerikadan və yaxud digər ölkələrdən nəsə mən alanda, həmişə mənə gələn suallardan ən birincisi o olur ki, hansı kargo şirkəti ilə alırsınız? Son zamanlar iş yoldaşlarım bu noyabrda endirim oldu, Black Friday və s. və ilaxır. Hamısı demək olar ki, İspaniyadan, Amerikadan, Almaniyadan sifarişlərini Kalibri ilə eləyirdilər və mən də görürdüm ki, davamlı eləyirlərsə, deməli məmnun qaldıqları bir kargo şirkətidir. Ona görə qızlar, mən də bu dəfə Kalibri ilə vurmuşam sifarişlərimi, gəlsin, onları da sizlərlə bölüşəcəm. Həm də bunu deməkdə sizə bir məqsədim var. Hansı ölkədən alış-veriş edirsiniz, edin, yəni onun fərqi yoxdur. Əgər Kalibridən çatdırılma eləyirsinizsə, çatdırılma haqqından 10% indirim əldə edə bilərsiniz. Burada yazdığım Aziza10 promo kodu ilə. Qızlar, deməli buna dirəşib ki, yatmayacaq. Amma yuxusu gəlir. Biz də hələ evdə iş görürük. Mən təbii ki də sizin üçün vlog çəkirəm. Vlog çəkirəm, elə deyirəm, Insta story atanda. Mən də dedim 5 dəqiqə dincəlim, sonra gedim işimi görüm. Çünki salat hazırlayacağım. Döşətinin pişməyinə çox az qalıb. Famil də orada qabları yuyur. Belə. Ona görə qab yumaq səsini çəkə bilmirəm. Luna. Düşünürəm ki, bu hələ mətbəxdir, hələ bizim digər otaqlarımız var ki, hamısı təmizlənməlidir. Əsasən də hamam otağı. Saat 3-ə qalıb, hələ çox işimiz var. Qızlar, yuxa salatı üçün mənə 2 dənə kartof elədim. Biri böyüdü, biri balaca. 3 dənə yumurta. Burada bilmirəm nə qədər olar. Döşəti gözəyarı götürdüm. Elə bir mənə elə gəldi, biraz çox götürmüşəm, amma eyb yox. 3 dənə kartof götürdüm, iri ölçüydü.
Bir dəstə şüd elədim, amma içində soğan da qatırlar. Mən soğan yadımdan çıxdı. Soğan bilirsiniz nə? Göy soğan. Bu mayonezdən ilk dəfə aldım, amma indi bundan istifadə eləməyəcəm. Çünki bu hələ qalıb. Deyirəm ki, elə bundan istifadə eləyim. Bir də xama. Qarşıdan bilirsiniz ki 5 günlük tətil gəlir, yəni ki 5 günlük bayram günləri. Həmin bayram günlərində bəlkə bir çoxları səyahət eləyəcək, bir çoxları evində dincələcək və yaxud da nə bilim şənliklərə, əyləncələrə gedəcəklər. Hərənin bir cür istəkləri var. Amma mənim istəklərimdən ən birincisi sizin üçün gözəl videolar çəkmək, qəşəng kontentlər yaratmaqdır. Keçmiş videoların birində, daha doğrusu vloqların birində sizə demişdim ki, suallarınızı yazın rəy bölməsinə, hər birini cavablandıracağam. Elə bilərsiniz yadımdan çıxıb, amma yox, yadımdan çıxmayıb. Sadəcə olaraq onun üçün ayrı bir video çəkməyi planlayıram. Daha maraqlı kontent olsun, həm də ki vlog üzərində olmasın, başqa bir şey eləyəcəm. Salat haqqında istəyirəm ki, qısa məlumat verim. Bəlkə də bir çoxlarınız artıq bu salatı etmisiniz, bilirsiniz. Fikirlərinizi yaza bilərsiniz, ola bilərsiniz başqa cür eləyirsiniz və çox dadlı alınır. Hər bir fikrə açığam qızlar, rəyləri yaza bilərsiniz. Mən birinci qatda daha möhkəm olması üçün 2 dənə yuxadan istifadə elədim. Birinci yuxanın ancaq üstünə, ikinci yuxanın isə hər iki tərəfinə o qarışımdan çəkdim. Sıralamanı istədiyiniz kimi eləyə bilərsiniz. Mən birinci kartof, kök, daha sonra döşəti, sonra göyərti və ən sonda da yumurtadan istifadə elədim. Və hər dəfəsində məsələn kartofun da üstünə, kökün də üstünə, yumurtanın da, göyərtinin də duz istiot səpdim. Məsələn burada yadımdan çıxmışdı duz istiotu səpmək, ona görə də belə bir şey elədim. Elə mövzumuzun bir hissəsi qonaqlıq olduğuna görə istəyirəm bu barədə öz fikirlərimi sizlərlə bölüşüm, amma eyni zamanda sizin fikirləriniz də mənim üçün maraqlıdır. Öz fikirlərinizi mütləq yazın. Evinizdə qonaq qəbul eləməyi çox sevirsiniz, yoxsa qonaq getməyi və yaxud da heç birini ya da ki hər ikisini? Tam açıq və səmimi deyirəm, mən nə qonaq getməyi, nə də ki qonaq qəbul eləməyi elə də sevənlərdən deyiləm. Düşünürəm bəlkə də bu məndə uşaqlıqdan gəlir, çünki bizim evimiz həmişə qonaq qaralı olub, çünki bizim evimizdə böyüklər olub, yəni ki ağ birçək, ağ saqqal olub, eyni zamanda bizdə çox qonaq gedən bir ailə olmuşuq və düşünürəm bu məni uşaqlıqdan biraz da olsa bezdirir. Çünki qonaq qəbul eləmək özü belə asan məsələ deyil. Həm fiziki yorğunluq, həm də ki mənəvi yorğunluq verir. Qonaq qəbul eləməyin problem olduğu ailələri bilirsiniz. Yəni bir insan sərhəd qoya bilmir, daim qonaq qəbul eləmə məcburiyyətində qalır və onun həm sağlamlığı gedir, həm də ki nə bilim əsəbi, stres və s. Düşünürəm ki burada əsas məsələ düşür o qonaq gələnlərin boynuna ki, onlar başa düşməlidirlər ki, nədir, nə deyil. Yəni biz bu insanları çox da narahat etməməliyik. Ay Allah, bravo Muzey, mən biabır elədim. Bu da əziyyətim. Qızlar, Bravo'nun bu lavaşı məni biabır elədi. Bilsəydim Bravo almazdım, başqa şey alardım. Bilməm, bunlar neynirlər? Buna baxılan belə. Görürsünüz necə xət-xət gedir. Elə ki, kəsiklər atıblar. Belə gedir, sən demə. Mən də üst-üstə qoya bu buraların parçalana gedib. Hələ 2 qat eləmişəm ha. Buna baxın, bu 2-dən 3-dən yerdə belə partlamalar oldu. Belə qoyacağım soyuducuya, özünü tutsun. İnşallah kəsib süfrəyə qoyanda çox da bilinməz, amma yəni qanım qaraldı da buna görə. Qızlar, baxın bir dənə saat neçədir? 5-ə qalıb 20 dəqiqə. Təsəvvür edin. İndi yatmağa çalışacağım. Qızlar, məncə videoya gəlmir, amma bizə gəlir. Bura azanın səsi gəlir. Əvvəlki evimizə azan səsi gəlmirdi, amma mən uşaqlıqdan yaşadığım evdə həmişə azan səsi gəlir. Və o mənim üçün çox özəl bir şeydir. Azanın səsinin gəlməyi, yəni bu dəqiqədə gəlir. Çox ləzzət eləyir mənə, çox. İstəyirəm ki, bu otağı eləyim, yəni yataq otağını. Buralar əslində çox da pis vəziyyətdədir. Bunu əslində bayaq düzəltdim. Keçən videoda düzəltmişdim deyə buranı ayrıca bir video çəkdiyimdə çəkmədim. Buraları biraz əl gəzdirəcəm. Bir də tozlarını siləcəm. Yeri famil toz soranladım. Mən bir də siləcəm üstündən. Belə qızlar. Birinci bişirəcəm, ona görə də içliyini qoydum ki, bişsin. Qızlar, siz indi görürsünüz, amma bura əməlli başlı ləkə-ləkədir. Artıq su ləkəsi olmaqdan çıxıb bura, sanki kirəclənib. Ona görə də buranı təmizləmək mənim üçün çox çətin oldu. Birinci adi elə şüşə təmizləyən mayədən istifadə elədim, amma heç bir işə yaramadı. Daha doğrusu belə deyim, ləkələri biraz açdı. İndi siz videoda yaxşı görmürsünüz, amma o qədər də ürək açan olmadı.
Ona görə ikinci belə bir şeydən istifadə elədim. Bunu da mən Olivia'dan almışdım, səhv eləmirəmsə. Almaniyanın belə bir mayesidir. Bu da elə ləkələri təmizləmək üçündür, amma bu ümumiyyətlə bir işə yaramadı. Instagramda belə bir qarışım görmüşdüm. Nəsə sirkə, karbonat, bu belə bir şeyin qarışımıdır. Xanım elə qəşəng təmizləyirdi ki, öz hamamını. İstədim ki, ondan eləyim, amma qızlar heç vaxtım yox idi əlavə hər hansı bir maye düzəltməyə, şüşə qaba tökməyə, onunla təmizləməyə. Ona görə bu dəfə hələ ki bunlarla yola verdim. Bu çox möhtəşəm bir şeydir. Əgər bundan tapsaz hardasa mütləq alın. Çünki bunun kimi, bu parça kimi tərtəmiz, qəşəng bir şəkildə silən güzgüləri, şüşələri mən görməmişəm. Bunu mənə qaynanam hədiyyə eləmişdi. 2 dənəsini hədiyyə eləmişdi. Mən itirmişdim birini. Daha sonra isə bunu da verdi mənə. Sağ olsun. Çünki həqiqətən də əlimdən çox tutur. Mən tapsam alacağam, amma qızlar buna görməmişəm. Siz hardasa görmüsünüzsə rəylərə yazın. Mütləq edib 2-3 dənə alacağam özüm üçün. Duş kabinini təmizləmək üçün, kirəcləri yox eləmək üçün hər hansı bir məsləhətiniz varsa və yaxud bir vasitəniz varsa, çox xahiş edirəm, onu mənimlə bölüşün. Temudan bir dənə məhsul sifariş eləmişəm. Sırf hamam tualet üçündür. Yəni hardakı su ləkələri var, kirəclər var, ərp bağlayıb. Baxın, onları təmizləmək üçün bir məhsuldur. Çox səbirsizliklə gözləyirəm ki, həmin məhsul gəlsin. Mən elə burada istifadə edeyim, yoxlayım, görüm necədir. Sizlərlə də mütləq bölüşəcəm. Ən sevdiyim şey güzgü təmizləməkdir, hər hansı üstünü silməkdir və ürəyim rahatlayır. Bayaq bilməm fikir verdiniz ya yox, duşun kranını təmizləyəndə buna təmiz oldu. Yəni üstünə bir dənə də ərp qalmadı. Amma bunun üstünə daim damcıladığına görə görürsüz bu hissədən, yəni sağ hissədən o ərp getməyi bilmədi. Ümidim o Temudan gələn məhsuladır. Düşünürəm ki, bu otağı ilk dəfədə sizlərə göstərirəm. Bu otaq bizim evimizdə ikinci yataq otağıdır. Hal-hazırda bu otağı Lunaya vermişik. Yəni axşam biz yatanda Luna bu otaqda yatır və biz də qapını bağlayırıq. Əvvəlki evimizdə isə zalda elə eləyirdi. Yəni demək olar ki, zalı Lunaya vermişdik. Lunanın ayaq yolusudur, yataq yeridir. Bunların hamısı zaldaydı. İndi isə bu otaqdadır. Bir çoxları yatanda pişiklərini də qoyurlar ki, yəni öz otaqlarına girsin. Digər otaqların da qapısı açıq olur. Yəni istədiyi yerdə pişik gedib yata bilər, amma bizdə elə deyil. Biz onu bizə gələndən, yəni uşaqlıqdan elə öyrətmişik ki, biz yatırıqsa, o da ancaq bir otaqda qala bilər, yəni öz otağında. Ona görə də nə miyaldamır, nə də ki narahatlıq keçirmir. Otağın bayaqki vəziyyətinin elə olmasının səbəbi isə Lunanın dırnaqlarının o həmin pakrivallara ilişməyidir. Yəni örtüklər səliqəli qalsın deyə mən elə bir şəraitdə saxlayıram. Hələ ki ev turu eləməsəm də bu elə ev turu kimi bir şeydir. Çünki hər otağın təmizliyini eləyirəm və hər otağı sizə göstərmiş oluram. O tərəfdə kompüter masası var. Oraları da sizə göstərəcəm. Amma bir şey var ki, qızlar, bu günlərim qonaqlıqda deyəm. Əl qatmışım özümə və saat artıq 3-ə işləyir. Saat 4-də də qaynanam gələcəklər. Luna, hara çıxırsan? Nəsə olub buna? Hə qızlar, bu günlərim saat 4-də gələcəklər deyə mən də gedib indi bilinçik eləməliyim. Hələ mən çulundur salatını eləməmişəm. Axşam rulet salatını elədim. Səhər durandan ancaq evlərinə məşğulam. Bilinçikin içliyi də, xəmiri də hazırdır. Bir dənə onları birləşdirib qızartmağım lazımdır. Qızardacağam. Bitdi, amma artıq yorulmuşam. Bu otaqda da 2 dənə hələ yeşiyim qaldı. Bu yeşikləri də yer vermək istəyirdim, amma inanmıram vaxtım olsun. Otaqlar içində ən böyük otaq bizim yataq otağı olsa da, yenə də ən sevdiyim otaq isə bu uşaq yataq otağıdır. Çünki düz pəncərənin yanında yataq var və bu da mənə öz uşaqlığımı xatırladır. Qızlar, mətbəx nə günə qalıb,
bugün mənə kömək eləyəcək. Bunları yığışdırmağa. Kamil səhərdən yoxdur, gedib işlə əlaqədar. Mən qaldım tək başına. Bir dənə o mənə kömək elədi. Bir tuz sorumluqda. İndi də mən burada birinci eləyəcəm. Birinci işliyini hazır elədim. İndi burada bükəcəm, qızardacağım. Qaynanam sağ olsun hələ bizim bu qonaqlıq söhbətləri açılanda demişdi ki, yəni çox əziyyət çəkmə, mən elə sizə gələndə aşqara bişirib gətirəcəm. Əslində bu yerdə mən evdə sobanın olmağının necə önəmli bir şey olduğunu başa düşdüm. Çünki mən həmişə qonaqlıqlarda sobaya məsələn ləvəngi eləyib atırdım, bişirdi. Ya nə bilim adicə toyuq hissəciklərini eləyirdim, kartofla bişirdi. Yəni o mənim əlimdən çox tuturdu. Qızlar, Allah bərəkət versin. Bilməm, 25 dənə çıxdı, neçə dənə çıxdı, belə elədim. İndi bunları qızardacağım. Amma gərək ətini biraz çox eləyərdim, çünki bilinçikim hələ qaldı. Soba da olmadığına görə belə qaz üstündə nəsə bişirməli idim. O da biraz daha çox vaxt alır. Və düşündüm ki, qızlar, qaynanam aşqara bişirib gətirəcək. Yəni əsas ana yeməyimiz var. Mən də 2 cür salat hazırladım. Yuxa salatı, bir də ki, çuğundur salatı. Bir də təbii ki, hər kəsin sevdiyi, mənim o qədər də sevmədiyim bu bilinçikləri hazırladım. Qaynanam hələ aşdan əlavə böyük bir qabda hələ bizim üçün mimozada eləmişdi. Elə biz onu da 3 gün yedik. İşə də apardıq, evdə də yedik. Və mən belə başa düşdüm ki, qızlar, süfrədə ancaq eyni bir rəng konfet olanda heç başa düşmək olmur ki, burada fərqli konfetlər var. Ona görə bu səhvi bir daha təkrarlamayacağam. Çuğundurun ümumiyyətlə rəngi elədir ki, əldən heç vaxt getmir. Yəni uzun müddət gərək sən əlin elə suyun altında ola ki, onun ləkəsi sənin əlindən getsin. Ona görə də burada məcbur əlcək taxdım, əlcəklə işlərimi gördüm. Belə çuğundur salata deyirəm. Mən çalışıram ki, ümumiyyətlə vloqlarımda istifadə etdiyim bütün sözlər ana dilimizdə olsun, yəni Azərbaycan dilində olsun. Düzdür, bəzən yenə mən də səhvlər eləyirəm, ona görə üzürlü sayın. Amma buna biz uşaqlıqdan, yəni buraçını deyirik. Deyəsən buraçını rus dilində olan bir sözdür, onu dəqiq bilmirəm. Yəni bu buraçını salatıdır. Mənim də ən sevdiyim salatlardandır. Əslində mən bunu qızlar bol sarımsaqla sevirəm, amma təbii ki, səhər iş olduğuna görə, eyni zamanda qonaqlıq olduğuna görə buna çox az sarımsaq vurdum. Yəni 2 balaca diş sarımsaqla yetindim. Divanın isə arxası böyüyür, qonaqlıq olmayanda elə, qonaqlar gələndə isə normal vəziyyətdə məncə daha qəşəng görsənir. Süfrənin o ortasından gedən qızılı dekoru Temudan almışdım keçən il. Düşünürəm ki, qəşəng bir şəkildə bütünləşib. O blogerlərdə görürəm. Bəzənirlər, düzənirlər, qəşəng paltarda süfrəni bəzəyirlər. Nurtər edirlər. Mümkün deyil məncə. Canım çıxıyor. Yaxşı ki, qonaqlarım biraz gecikdilər. Famil getmişdi onları götürməyə. Biraz orada nəsə vaxt getdi. Mən də burada rahat-rahat işlərimi gördüm. Çünki çox narahat idim ki, birdən gələrlər, mən də çatdırmaram. Süfrədə xüsusi dekorativ nələrdənsə istifadə eləmədim. Amma ən azından istəyirdim ki, süfrəyə bir rəng qatım. Ona görə də masanın üzərində belə qırmızı salfetlərdən istifadə elədim. Ürəyim yerinə gəlib, görün nə qəşəng çıxıb. Çox şükür, çox şükür, çox şükür. Yəni elə qorxurdum ki, birdən bu partlayar gedər. Yaxşı ki, elə özünü yaxşı tutdu. Dünəndən eləmişəm bunu. Bugün eləsəydim heç nə, yəni bugün heç yaxşı bir şey çıxmayacaqdı ortalığa. Nə elədiyimə görə özünü tutub belə gözəl bir şəkildə göstərəcəm axırda sizə. Baxın qızlar, süfrədə də çox fərqli görsənirdi, həm də çox gözəl. Tez-tez qonaq qarşılamadığımıza görə, eyni zamanda bu olan qablarım, yəni bizə ümumiyyətlə ailəmizdə bəs olduğuna görə mən dekorativ, fərqli qablar almamışam. Yəni olanlar bunlardan ibarətdir. Ona görə də buraçınıları belə bir şəkildə qoydum. Məncə də pis görsənmədi. Ailə quranda fikir vermişəm ki, hamı öz cəhizlərini çəkir, göstərir. Mənimki Karacadandır, mənimki hardandır, oradandır, buradandır. Amma mən heç vaxt elə şeylərin hərisi olmamışam. Yəni heç vaxt elə şeylər mənim üçün maraqlı olmayıb. Nə xoncamı çəkim, nə bilim nəyi çəkim. Ona görə də qızlar nə var bunlardır deməkdən də utanmıram, göstərməkdən də çəkinmirəm.
Mətbəxdə bütün işləri görəndən sonra, yəni bütün yeməkləri hazırlayıb qoyandan sonra ən rahatladıcı proses bu qazın üstünü təmizləməkdir. Aşqaralı belə plov mənim ən sevdiyim yeməklərdəndir. Həqiqətən yeməklərin şahıdır. Həmişə tort almaq məsələsi olanda ilk ağla gələn azza olur. Amma təbii ki, eyni şeyləri davamlı yeyəndə bir müddətdən sonra adam bezir. Ona görə qaynanamgil gələndə belə bir fərqli tort almışdılar. Tortu çox bəyəndim, çünki içini yeyəndə elə bilirsən ki, dondurma yeyirsən. Bu balaca dilimləri isə özləri istəyirdilər ki, belə balaca olsun. Elə bilərsiniz ki, mən elə kəsirdim. Allah-Taala bütün analara, bütün qaynanalara, yəni böyüklərimizin hər birinə can sağlığı verin. Qonaqlığımız bitdi, qonaqlarım getdi, famil getdi yola salmağa. Qaynanam təsəvvür edin ki, qabları da yudu, kömək elədi mənə, süfrəni də düzgüş eləməkdə kömək elədi, sağ olsun. Allah ona can sağlığı versin. Baxın, son halımı sizə göstərirəm. Belədir, qablarımın ən əsası yuyulub. Burada turşular, kompotlar qalıb belə. Belə çayımız, qəşəng çay da içdik. Bir düyü, qaynanam düyü asmışdı, yəni aş asmışdı. Dilimi yanıltmac deyirəm, dilim topuq vurur, artıq danışa bilmirəm, sabah da işləyir qızlar. Belə qarası da şeydədir, soyuducudadır. Bunu biz bir həftə yeyərik, təsəvvür edin. Stolun üstündə heç nə qoymadım, qapını açdım, buna gəlsin. Qonaqlar gələndə amma qapı bağlıydı. Bunu harda Luna tapa bilmirəm. Hissləri bir sözlərlə ifadə elə. Səni bağlamışdıq otağa. Özünü necə hiss edirdin? Qızlar, daha bir vlogumuzun sonuna gəldik. Amma sizə onu demək istəyirəm ki, gələn dəfə də təmizlik vlogu çəkəcəm, amma daha başqa cür çəkəcəm. Çünki bu dəfə işləri görəndə baxdım ki, ay filan şey eləmək istəyirdim, onu eləyə bilmədim filan şey. Məsələn, şkafların içini töküb sökmək, yenidən yığmaq, sonra nə bilim, rəfləri və s. və ilaxır, yəni belə şeylər, takılarımı açacağım, qoyacağım. Bunları eləməliyəm. Ona görə də gələn təmizlik vlogu düşünürəm ki, bundan daha maraqlı olacaq. Sizləri sevirəm, sevgi ilə qalın, özünüzə yaxşı baxın. Gələn vloglara dək hələlik.